Bu günlərim mən sizlərə Brendo'dan Azərbaycana necə sifariş edə bilərik, bunun haqqında məlumat verəcəm. İnanıram ki, sizlər üçün faydalı və maraqlı bir video olacaqdır. Brendo'nun Temu'dan üstünlükləri nələrdir? Bunun haqqında ilk öncə məlumat verim. Temu'da 30 manat sifariş limiti olmasına baxmayaraq, Brendo'da bu 15 manatdır. Əlavə olaraq məhsul keyfiyyət yoxlanışı mövcuddur Brendo tətbiqində. Yəni hər hansı bir məhsul sifariş verdik, həmin məhsul bizə gəlməmişdən öncə keyfiyyət yoxlanışından keçir. Temu'da təəssüf ki, bu şey yox idi və çatdırılma bizə pulsuz təklif olunur. Həqiqətən də bu möhtəşəm təklifləri qaçırmayın. Yəni hər birinizə tövsiyə eləyirəm. Əlavə olaraq videonu sona kimi izləyin. Sifariş müddəti ərzində mən sizə endirim kodu da verəcəm. Həmin endirim kodu vasitəsilə siz sifarişlərinizdə endirim əldə edə biləcəksiniz. Brendo'dan sifariş verərkən taksitlə ödəmə imkanı da vardır ki, sizin əgər pulunuz yoxdursa indi nəsə almağa, yəni aylara böldürüb tam kart, bir kart və digər kredi kartları vasitəsilə siz öz alış-verişinizə maraq qata bilərsiniz. Aldığınız məhsulu bəyənməmisinizsə geri qaytarma imkanı da mövcud. Sizin pulunuz geri qaytarılır və məhsul da Çinə göndərilir. Dəyərli izləyicilər, ətraflı məlumatı videonun gedişatı ərzində sizlərə göstərəcəm. Ona görə mütləq və mütləq videonu başdan sona kimi izləyin. İndi isə heç vaxtınızı almadan keçək videoya. Deməli dostlar, Brendo'ya daxil olduqdan sonra yuxarıda axtarış bölməsinə istədiyiniz bir məhsulu axtara bilərsiniz. Əlavə olaraq sol tərəfdə kamera işarəsi görürsünüz. Baxın, burada keçəndə sağ tərəfdə. Bu kamera işarəsi vasitəsilə isə siz şəkil vasitəsilə axtarış edə bilərsiniz. Misal üçün Azərbaycanda getdiniz, hər hansı bir mağazada paltar gördünüz, onun şəklini çəkirsiniz. Burada kameraya daxil olduğumuz zaman qaleriyadan çəkdiyimiz şəkilləri biz bura yükləyib axtarış hissəsindən tapa bilərik. Misal üçün bu şəkili seçdim mən və həmin məhsulu axtarış bölməsi axtarır və həmin məhsula oxşar və yaxud da birəbir eyni məhsulları tapır gətir. Həmçinin bəylər üçün də bir sıra belə deyək paltarlar, aksesuarlar, geyimlər mövcuddur. Yenə deyirəm, tətbiq yeni olduğu üçün bəzi çatışmamazlıqlar ola bilər. Əlavə olaraq hər gün deyə bilərsiniz ki, Brendo'nun Temu'dan nə fərqi var? Brendo'nun ilk fərqi Temu'dan daha ucuzdur. Yəni qiymətləri özünüzlə müqayisə eləyə bilərsiniz. Əlavə olaraq burada taksitlə bir məhsulu almaq imkanımız var. Görürsüz, 23-27 yazılıbdır. Çoxlu cibli açıq enli şalvar xanım üçün bir şalvardır. Onun altında 0% taksitlə, yəni ayda 3 manat 88 qəpik ödəməklə bu məhsulu əldə edə bilərsiniz. Məhsulu almaq üçün nə edirik? Daxil oluruq hər hansı bir məhsulun içinə. Burada rəngi seçə bilərik. Baxın, gördüyünüz kimi. Aşağıda ölçü mövcuddur. Stokda mövcud olduğu haqqında məlumat qeyd olunub, qiymət isə 23 manat 27 qəpik. Hissəli ödənişlə əgər almaq istəyiriksə, burada bizdə tam kart ABB-nindir, bir kart kapitalındır. Bol kart da səhv etmirəmsə Unibankın olmalıdır. Bunun haqqında tam məlumatım yoxdur, amma mən bildiyim qədər Unibankın olmalıdır. Və misal üçün bir kartla 6 aylıq, misal üçün hissəli ödənişə vurub biz həmin məhsulu əldə edə bilərik. İndi mən hissəli almayacağam ödənişi edərkən. Baxın, burada deməli aşağıda nələr mövcuddur? Mən sizə onları göstərim. İlk öncə kart məlumatları saxlanılmır. Yəni Temu'da misal üçün bir ara şayələr yayılmışdı ki, kartımız qalır, kartımızdan Temu pul çıxır və s. Burada elə şey yoxdur. Qaytarma mümkündür. Temu'da qaytarma eləyəndə gedirik printerdən barkod çıxardırdıq, üstünə yapışdırırdıq. Bildiyin elə bil ki, istehsalatçı kimi təzədən onu paketləyib Temu'nun özünə qaytardıq. Amma burada elə şey yoxdur. Burada sadəcə bağlamanı geyindik, bəyənmədik, qoyduq klokun içinə, təzədən qaytarırıq, təhvil məntəqəsinə veririk və bizim pulumuz geri qaytarılır. Çatdırılma demək olar ki, belə deyək, Temu ilə eynidir, hətta Temu'dan da tez ola bilər. Yəni bildiyiniz kimi Temu'nun hal-hazırda müştərisi çox olduğu üçün gecikmələr çox olur. Amma bu tətbiq yeni olduğu üçün belə deyək, sifarişlərin çatdırılması 1 həftə 14 gün ərzində belə deyək çatdırılır, maksimum 14 gün. Əlavə olaraq burada nə mövcuddur? Bir üstün cəhət nədir? Onu da deyim. Yoxlanılma var. Yəni məhsul keyfiyyətinin yoxlanışı var. Bu nə deməkdir? Misal üçün Temu'dan nəsə sifariş verəndə o məhsul yoxlanılmır. Elə istehsal olundu, qoyuldu kloka, göndərildi. Amma Brendo özü həmin məhsulları yoxlayır, daha sonra göndərir müştəriyə. Yəni məhsulda problem olma kimi bir şans yoxdur. Daha sonra aşağıda paltarı sına deyə bir bölmə var. Baxın, bu çox gözəl bir özəllikdir. Temu'da bu özəllik yoxdur. Ümumiyyətlə bir sıra alış-veriş saytlarında yoxdur da bu. Bura nə edirsiniz? Girirsiniz, şəklinizi yüklüyorsunuz. Misal üçün bu şəklimi yükləyirəm.
Bir də alacağımız köynəyin şəklini yükləyirəm. Daha sonra burada sına bölməsi var. Baxın, sınaya vuracaqsınız. O bəyəndiyiniz paltar əyninizə yaraşır yoxsa yox, onu belə deyək sizə göstərir süni intellekt vasitəsilə. Yəni fikirləşə bilərsiniz ki, ayolo, görəsən bu paltar mənə yaraşar, yaraşmaz. Buradakı bu funksiya ilə siz onu həll edə bilərsiniz. Daha sonra arxaya qayıdıram. Aşağıda nələr var? Təsvir bölməsində məhsul haqqında məlumatlar qeyd olunub. Bir çox insanlar paltarların keyfiyyətsiz olmasından və materialın aldadılmasından şikayət eləyirdi Temuda. Amma burada çox rahat bir şəkildə gəlirəm, baxıram ki, misal üçün kumaş adı poliesterdir. Poliester isə, yəni belə loru dildə desək, sintetika sayılır. Yəni bildiyimiz sintetika materialıdır. Pambıq deyil. Əgər pambıq olsa, burada koton və yaxud da ki, kumaş yazılır. Daha doğrusu pamuk kumaş yazılır. Kumaş parça deməkdir bu arada. Və yaxud da kətan yazılır. Misal üçün Temuda həmin hissə çox belə əl çatmayan bir yerdədir. Onun üçün istifadəçilər, yəni sifariş verən şəxslər iç özüm qarışıq. Ona baxa bilmirdim ki, misal üçün şalvar bu köynək hansı materiala sahibdir. Əlavə burada qeydlər də qeyd olunubdur. Ölçülər, Asiya ölçüləri, Avropa ölçüləri, Amerika xalqlarının 1-2 ölçü kiçikdir. Bir çox insanlar ölçü ilə bağlı da problem yaşadığı üçün burada qeyd bölməsində İnsanlar düşünüb, ölçülərlə də bağlı sizə məlumatlar qeyd olunub. Yəni, buraları mütləq oxuyun, daha sonra sifariş verin. Aydın oldu. Bilmirəm ki, çətin bir proses deyil, bir proqram deyil. Temudan hətta mən deyərdim daha rahatdır, heç yorucu deyil. Solda 23-27-nin yanında sevimlilər var. Buna basaraq sevimlilərə əlavə edə bilərik və yaxud da səbətimizə əlavə edə bilərik. İndi mən səbətimdə 2 dənə köynək var. Baxın, bu köynəkləri mən deməli ölçü olaraq S razmer seçmişəm. Ağ rəngdə, ümumilikdə 30 manatdır. Deyə bilərsiniz ki, burada sifariş limiti nə qədərdir? Siz burada 30 manatlıq seçmisiniz. Yəni Temudakı kimi 30 manatlıq xeyr dostlar. 15 manatlıq minimum məhsul seçsəz sifariş verə bilərsiniz. Çatdırılmada pulsuzdur. Təhvil məntəqələri hal-hazırda belə deyək, mən misal üçün yaşadığım yerdə biraz uzaqdır, amma yəni gün keçdikcə, zaman keçdikcə təhvil məntəqələrinin sayı da artacaq. Temuda da belə idi. Öncədən sizin nəzərinizə çatdırım. Hər yerdə təhvil məntəqəsi yox idi. Məşhurlaşandan sonra belə deyək, daha populyar olduqdan sonra təhvil məntəqələrinin sayı artdı. Çünki yeni platformadır. Bu kimi halların olması yəni normaldır. Amma deyə bilərsiniz ki, indi tək Bakıdadırmı? Xeyr. Rayonlarımızın bir çox bölgələrində, yəni bir çox yerlərində təhvil məntəqələri var. Bakıda da Xırdalanı olsun, Sumqayıtı olsun, nə bilim Masazırı olsun. Bir çox populyar ərazilərdə artıq təhvil məntəqələri mövcuddur. Ödənişə keçid eləyin dedikdən sonra qarşımıza bu səhifə gəlir. Burada bizim məlumatlarımız olacaq. Daha doğrusu sizin məlumatlarınız. Mən videoda düşməsin deyə bu arada. Aşağı düşürük. Burada aşağıda kartla hissəli ödəniş və cüzdanla ödə bilməsi var. Cüzdanla ödəmək necə olur? Mən sizə deyim. Ümumiyyətcə hər alış-veriş etdiyimiz zaman aldığımız məhsulun dəyərinin 2% bizə keşbek olaraq cüzdanımıza köçür. Və bundan əlavə olaraq da əgər biz dostumuzu dəvət ediriksə, həmin dostumuz qeydiyyatdan keçib sifariş verdiyi zaman bizə 6 manat həmin cüzdana pul köçür. Orada yığılan keşbek və cüzdandakı belə deyək 6 manatlarla isə biz istədiyimiz bir məhsulu sifariş edə bilərik. Ondan da əlavə burada çarx sistemi var. Həftədə bir dəfə biz onu fırlayırıq və çarxdan bizə endirimlər və yaxud da ki, cüzdanımıza köçə biləcək hər hansı bir məbləğlər uda bilərik, yəni qalib gələ bilərik. Bu kimi kampaniyalarda mövcuddur və hər bir şeydən də əlavə dostlar aşağı düşdüyümüz zaman endirim kodundan istifadə edə bilərik. Endirim kodunu mən sizə verəcəyim Ali 20 kodunu tətbiq edərək siz öz alış-verişinizə endirim eləyə bilərsiniz. Həmçinin büdcənizə də qənaət eləyə bilərsiniz. Gördüyünüz kimi 1 manat 75 qəpiklikdə bu kod vasitəsilə endirim əldə olundu. Siz də mütləq istifadə eləyin. Yəni hər zaman ağlınızda bulunsun. Yeni dostlarınız, yaxınlarınız yüklədiyiniz zaman bu endirim kodunu onlarla da paylaşa bilərsiniz. Daha sonra aşağıda sifarişi tamamla deyirik. Sifarişi tamamla dedikdən sonra burada kart məlumatlarımızı daxil edib sifarişi təsdiqləyəcəyik və növbəti səhifədən davam edəcəyik. Ödəniş edildikdən sonra artıq qarşımıza belə bir səhifə çıxdı. Sifarişiniz uğurla yerləşdirildi. Sifarişinizi profildəki sifarişlərin bölməsinə izləyə bilərsiniz. Başa düşdüm deyirəm və məni sifarişlərin bölməsinə göndərir. Burada bizim məhsulumuzun hara gələcəyi və çatdırılma müddəti ərzində məlumat verilir. Həmçinin sifariş nömrəmiz də buradadır. Sifarişin burada detalları var. Faktura var gördüyünüz kimi. Fakturamızı da yükləyə bilərik. Əlavə olaraq
Sifarişin ödənişi haqqında burada məlumatlar qeyd olunubdur. Baxın gördüyünüz kimi sifarişinizi siz buradan sifarişlərin bölməsindən izləyəcəksiniz və bəyannamə qaydası isə bizim növbəti videomuzda olacaq. Bəyannamə qaydasını da qaçırmamaq üçün mütləq kanalımıza abunə olub, videoyu like atıb, kanalımızın bildirişlərini açıq qoymağı da unutmayın ki, həmin videonu da qaçırmayasınız. Gələcək videolarda inşallah ki, bəyannamə qaydası, faktura və s. haqqında ətraflı məlumat verəcəm və əlavə olaraq burada bir şey göstərməyi unutdum. Sizə tam olaraq onu da göstərim. Baxın, səbətimizə hər hansı bir məhsulu atdığımız zaman səbətə əlavə et. Baxın, təhvil məntəqəsini buradan seçə bilərsiniz. Gördüyünüz kimi Masazır, Xırdalan, Ağcabədi, Ağdam, Ağdaş rayonlarımız, bir çox belə deyək, təhvil məntəqələri burada mövcuddur. Demək olar bütün rayonlarımızda var. Bu təhvil məntəqələri də artacaq. Yəni məlumatınız olsun. Bu qədər. Özünüzə yaxşı baxın. Növbəti videoları qaçırmayın. Və dəyərli izləyicilər, daha bir videonun sonuna gəldik. Çatdıq. İnanıram ki, hər biriniz üçün faydalı və maraqlı bir video olmuş. Abunə deyilsinizsə, bir saniyənizi ayırıb kanalıma abunə olun. Videonu bəyənməyi və bu haqda məlumat olmayan dostlarınızla videonun linkini aşağıdan kopyalayıb onlarla da bölüşə bilərsiniz. Gələcək videoların nə haqqında olmağını istəyirsinizsə, aşağıda şərh bölməsində də qeyd edə bilərsiniz. Özünüzə yaxşı baxın. Allah amanında.